Mənim adım Cəmilə Gül, mən rəssamam. Hal-hazırda Milano şəhərində, İtaliyada təhsil alıram. Naba Universitetində, kuratorluq sahələrində. Uşaqlığımdan maraq yaradılıb, əlbəttə, çünki biz məktəblə də getmişik sərgilərə, muzeylərə, tanış olmuşuq Azərbaycan rəssamları ilə, heykəltaraşları ilə. 15 yaşımdan mən bizim akademiyaya hazırlığa başlamışam və hardasa 17 yaşımda qəbul olunmuşam rəngkarlıq fakültesinə. Bakalavr təhsilimi mən 2020-də bitirmişəm, karantin vaxtı və rəssam olmağa çalışmışam. Mənim sərgilərim də olub, filmlərə baxmışam, kitablar oxumuşam və burada da Q qalereyasında təcrübə almışam. Özüm yağlı boyalarla istifadə edirəm, onlarla əsərləri çəkirəm. Belə deyim, klassik kimi işləyirdim. Portret, natürmort, belə şeylər. Amma sonra bakalavrı bitirdiyimdən sonra karantinda gəlib fikirləşdim ki, nəyi daha çox özüm istəyirəm, nəyi göstərmək istəyirəm. Başa düşdüm ki, hissləri, insanlıq hissləri, sevgi. Mən başladım ki, daha abstrakt formada yanaşım, amma figurativliyi itirməyim. Ona görə də mən hələ də deyə bilmərəm ki, mən indi abstrakt formasında işləyirəm. Çünki mənim əsərlərimdə olur ki, figura var, portret var. Ənənəvi rəssamlar, əsirlər çox vacibdirlər əlbəttə. Çünki biz onlardan təcrübə alırıq. Onlara baxanda, onları kopya eləyəndə, çünki akademiyada oxuyanda biz onları kopya eləyirik. Caravaggio, Michelangelo, onlardan danışıram. Biz bakalavrda oxuyanda, akademiyada əlbəttə biz saatlarla oturmuşuq, bir insanı çəkmişik. Bu çox lazım bir şeydir. Çünki ancaq şəkildən çəkəndə biz dünyanı elə bil ki, 3D yox, 2D formatında görürük şəkildən çəkəndə. Belə oturanda, məsəl üçün, indi mən sizin portretinizi çəksəm, mən görəcəm bütün formalar, üz formalarınızı. Bu strukturada, anatomiyada onu bilməlisən ki, sən çəkirsən nəsə. Əlbəttə, qadın portreti, silueti daha maraqlı olur. Çünki daha plastika var, qadınlarda daha, necə deyim, nəsə mistika var, elə bir ki. Amma mənə elə gəlir ki, o eynidir, düz, insan, əsas insandır. Kişidir, qadındır, fərq eləmir. Rəssamlar üçün pul qazanmaq indiki dövrdə daha asan oldu. Çünki biz onları sata bilərik onlayn ya da solo sərgi edə bilərik. İnsanların marağı daha çox olub, o yaxşıdır. Çünki bəlkə 10 ildən bundan qabaq daha belə asan deyil idi. Mən fikirləşmirəm ki, rəssamlıq pasiv bir şeydir. Çünki rəssam həmişə dünyanı gəzməlidir, görməlidir. İnsanları görməlidir, təbiəti görməlidir. Hansısa kompozisiya yığmaq üçün sən görməlisən, insanlar bir-biri ilə danışanda necə otururlar, kafedə otururlar, necə danışırlar, necə gülürlər. Sən o məqamları tutmalısan ki, onu əsərdə göstərməlisən. Hər əsərə öz mahnılarım var, belə deyək ki. Hansısa əsərim daha sakit, daha klassik, caz, soul. Azərbaycan dilində də əlbəttə çox sevirəm, Şövkət Əlibəyərova çox sevirəm. Həmişə belə başlayır. Hansı caz, sonra rock, amma həmişə Azərbaycan dilində musiqiyə keçirəm və həmişə mənə çox motivasiya verir. O banan o satira kimi sayılır və o çox bir maraqlı bir insandır. Onun çox sərgiləri var, özüm də getmişəm, çox maraqlıdır və o bananla o satiranı göstərmək istəyirdi. O da bir formadır, necə deyim, yaradıcılığın öz forması var. O qədər milyona satılıb, sonra yeyilib də, o da bir satiradır. Biraz dünyanın, belki olur, insanlar çizirlər belə karikatura kimi sayılır.